Videonu sona qədər izləyin. Bugün sizlərə hər kəsin bəyənəcəyi bir həyət evi təqdim edəcəm. Həyət evimiz 4 sotdan ibarətdir, 5 otaqlıdır. Yerləşmə yeri Binəqədi şossesində, Azadlıq metrosu yaxınlığı, Zəngəzur restoranı və Ağsarayın yanında yerləşir. Burada həyətin içində olan sanitar qovşağımızı görürsünüz. Kifayət qədər genişdir, tam təmirlidir. Həyətə daxil olduqda sağ tərəfdə belə bir saxlanc otaqları düzəldilib, əlavə artıq əşyalarınızı yığmaq üçün həyətyanı sahəni görürsünüz. Kifayət qədər genişdir. Burada mənzilin giriş qapısı yerləşir, padval hissə burada yerləşir və burada belə bir ayrılmış sahə var və kombi aparatları da orada yerləşmiş şəkildədir. Sənəd bələdiyyə sənədidir. Ümumiyyətlə bu ərazidə hər kəs də belədir, bilənlər bilir. Burada yay mətbəximiz yerləşir. Görürsünüz bu formadadır. Kifayət qədər genişdir. Mənzildə ümumi olaraq 2 mətbəx var. Biri həyətdədir, digəri isə evin içindədir. Daxil oluruq. Evin içinə daxil olduqda belə bir oturma otağı yerləşir. Görürsünüz bu formadadır. Buradan daxil oluruq. Mətbəx hissəyə, mətbəximiz də genişdir və mətbəx mebeli də tavana qədər quraşdırılmış şəkildədir. Mətbəx mebeli də keyfiyyətli materiallar əsasında yığılıb. Mənzilin təmiri çox gözəldir. Yəni videoda görsənəndən də daha da gözəldir. Bunu siz mənzilə gəlib baxış keçirdikdə də görəcəksiniz. Buradan daxil olaq digər otaqlara. 5 otaqlıdır ümumi olaraq evimiz. 4 sotun içindədir. Burada qonaq otağı yerləşir. Görürsünüz, olduqca genişdir. Buradan daxil oluruq birinci yataq otağına. Bu formadadır, görürsünüz. Sənəd bələdiyyə sənədidir. Ümumiyyətlə bu ərazidə heç kimdə kupça yoxdur. Hər kəs bilir. Azadlıq metrosuna yaxın ərazidə yerləşir. Burada əsas yataq otağımız yerləşir. Görürsünüz. Bu formadadır. Buradan daxil olaq mənzilin ümumi sanitar qovşağına. Daxil olduqda ayrı-ayrılıqdadır. Burada tualet hissəsi yerləşir. Burada belə bir moydadır qoyulub, güzgü qoyulub. Burada isə hamam otağı yerləşir. Daha sonra 5-ci otağı da sizlərə göstərim. Burada isə mənzilin 5-ci otağı yerləşir. Belə izləyicilər, mənzil haqqında bir daha ümumi məlumat verim. Yerləşmə yeri yerləşir Binəqədi şossesində, Zəngəzur restoranı yaxınlığında, Ağsarayın düz arxasında yerləşir. 5 otaqdır, 4 sotun içində tikilib. Sənəd bələdiyyə sənədidir. Gördüyünüz evin qiyməti 189.000 manat start qiymətdir. Real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır.